bu vəziyyətdə evim yox, eşiyim yox. Sizdən artıq dərəcədə xahiş edirəm, mənə köməklik edəsiniz. Ağcabədi rayon sakini Teymur Orucov Kanal 21 vasitəsilə ölkə başçısına müraciət edərək ağır sosial vəziyyətdə yaşadığını bildirir. Vətəndaş qeyd edir ki, ayaqlarından biri yoxdur və hazırda yaşayış üçün nə evi, nə də sığınacağı mövcuddur. Onun sözlərinə görə aylıq 180 manat pensiya alır, bu məbləğin 150 manatını aliment ödənişinə yönəltməli olur. Bundan əlavə Teymur Orucovun 3000 manat məbləğində banka kredit borcu da var. Ağır həyat şəraiti ilə üzləşən Teymur Orucov Kanal 21 vasitəsilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək ona dəstək göstərilməsini xahiş edir. Ətraflı vətəndaşın öz dilindən dinləyək. Kanal 21-in sakin, Kanal 21-ə özümü tutub müraciət edirəm. Mən Orucov Teymur Qabiloğlu, özüm bu vəziyyətdəyəm. Ev 264 dolara, hal-hazırda evim, eşiyim yoxdur, 180 manat prezidentimiz mənə pensiya verir, o pensiyada 3 evladım var, ailəm bu vəziyyətim olduğuna görə məndən ayrılaşır. Yəni 3 uşağa mən 180 manat mənə pensiya verilir. O aliment deyirəm, 150 manat pensiyasına aliment tutulur. Cənab prezident, vitse-prezident Mehriban Əliyeva, Əmək və Ahələ Müdafiə Naziri Anar müəllimə üzünü tutub sizə müraciət edirəm, bir vətəndaş kimi mənə köməklik edin. Yəni çatdıra bilmirəm. Aliment bir tərəfdən 3000 neçə manat kreditim var Kapital Bank'a. Bu vəziyyətdəyəm. Dərmanlarla yaşayıram. Hər gün mən dərman atıram, özümü spazmalı insanam. Yəni bu vəziyyətdəyəm. Qılçamın biri yoxdur. Baş qardaş, göstərək də o qılçağı. Artıq dərəcədə sizdən xahiş edirəm. Yəni mənə köməklik edin, vitse-prezident, Ali Baş Komandan İlham Əliyev. Yəni sizdən artıq dərəcədə dönə-dönə Azərbaycan vətəndaşı kimi xahiş edirəm. Yəni mənim bu işimlə bağlı tədbir qolasınız. Qılçası olmayan insan 180 manat pensiya alır. Ondan bəri 150 manat mən aliment ödəyirəm. Yəni bu vəziyyətdə evim yox, eşiyim yox. Sizdən artıq dərəcədə xahiş edirəm, mənə köməklik edəsiniz. Dərmanları nə tər alırsan? Dərmanları dövlət başçımız sağ olsun, xəstəxanada verir, oradan olmayanları şeydən alıram, aptekdən. Gücüm çatmır valla. Yəni bu vəziyyətdəyəm. Başqa sualınız var? Ancaq can sağlığı. Yəni dönə-dönə gən özümü tutub Kanal 21-ə müraciət edirəm. Ali Baş Komandan İlham Əliyeva, vitse-prezident Mehriban Əliyeva özümü tutub müraciət edirəm. Əmək və Ahələ Müdafiə Naziri Anar müəllim özümü tutub deyirəm. Mənə köməklik edin. Ümumiyyətcə, bu qılça elə bir ki, ağac deyil yerinə bitə. Yəni, bu insanın canından ayrılmış bir şeydir. İlin günün vaxtında hər şeyin qalxan bir vaxtda, qiymətlərin qalxan bir vaxtda 180 manat pensiya alır, onu da verir, aliment ödəyir. Yəni, xahiş edirəm bunun cənab prezidentdən və Mehriban xanım Əliyevadan, nazirimiz Anar Əliyevdən, bunun bu cür insanın qılçası 180 manat pensiyaya xahiş edirəm, bu haqda bir tədbir görülsün. Yəni 3 dənə evladım var, yenə deyirəm. Biri 2011 təvəllüddür, biri 2014-dür, biri 2016-dır. Yəni 2 dənə oğul yetişdirəm vətənə, birinci sabah vətənə qulluq eləyəcək, xidmət eləyəcək. Bir qız övladım var. Ünvan da Ağcabədi rayonu Həzə Salonluq küçəsi ev nömrə 264-də yaşayır bu qardaş. Bax bu vəziyyətdədir. Yəni mənə köməklik eləyənlərə nömrəmi də verərəm, yəni mənə köməklik eləyərlər. Artıq dərəcədə xahiş edirəm. Nömrəm 070 280 64 59-dur. Sizdən artıq dərəcədə xahiş edirəm. Ali Baş Komandan İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva, üzümü tutub Kanal 21-ə müraciət edirəm. Əmək və Ahələ Müdafiə Naziri Anar müəllimə üzümü tutub deyirəm. Mənə köməklik edin, xahiş edirəm. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir. Tədbir görmək və ümid-i sadiyyəti qurumlara və Allaha qalır.